vaxtınız xeyir olsun əziz dostlar. Demək, biz bir neçə gündür ki, daha doğrusu bir müddət ki, İsmailli rayonunda Aşıq Bayramlı su hövzəsi ilə bağlı çox mətbuatda, sosial şəbəkələrdə paylaşımlar paylanılır kimlərsə tərəfindən və biz də məcbur olduq həmin bu məsələlərlə bağlı İsmailliyə səfər edək, Qopuz media olaraq. Demək, burada məsələ əsasən qoyulmuşdu, burada məsələ həmin o su hövzəsində İsmailli Suvarma Sistemləri İdarəsinin rəhbərliyinin orada balıq saxlamağı, oradan balıq yetişdirib, balıq tutmağı, tədarük edib satmaqları və bununla əlaqədar müəyyən vaxtlarda suyu bilərəkdən hövzəyə gələn su kanalının bağlanması, açılması, bununla bağlı məsələlər sosial şəbəkələrdə tez-tez gedirdi. Yenə təkrar eləyirəm, bununla bağlı bir səfər etdik İsmailliyə. Və İsmailli rayonunda çox belə müəmmalı, çox belə həm müəmmalı, həm də bəzi qaranlıq bir şeylər üzə çıxdı. Onunla bağlı mən istəyirəm ilk öncə bizim o İsmailliyə elədiyimiz səfərlə bağlı bir ora baxasınız, ondan sonra fikrimizi davam elətdirək. Salam, hər vaxtınız xeyir əziz dostlar. Demək, nəzərinizə çatdım ki, bir neçə gündür İsmailli rayon Aşıq Bayramlı su hövzəsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı biz bugün buradayıq Qopuz media olaraq. Yayılan məlumatlarda iddia olunur ki, həmin bu Aşıq Bayramlı su hövzəsində İsmailli Suvarma Sistemləri İdarəsinin rəhbərliyi burada balıq yetişdirirlər və balıq ovu ilə məşğullar. Onunla bağlı biz bura gəldik və burada vətəndaşlarla görüşdük, onları dindirdik, soruşduq, vəziyyəti öyrəndik ki, demək, aldığımız məlumata görə, vətəndaşların verdiyi məlumata görə məlumatlar yanlışdır. Və burada əsas məsələ, şikayətlərin əsas səbəbi ondan ibarətdir ki, burada gölün qırağında olan qeyri-qanuni fəaliyyət göstərən məişət obyektləri bir-biri ilə rəqabətdən ötəri həmin bu şayələri yayırlar sosial şəbəkələrdə və ictimaiyyəti çaşdırırlar. Gəldiyimiz bizim burada soruşturduğumuz sorğunun cavabı bu oldu. İndi mən çalışacaq ki, biz burada bəzi rayon sakinləri var, onları da dindirək, onların da sözünü alaq. Müəllim, özünüzü təqdim edin, zəhmət olmasa. İsmailli rayon Suvarma Sistemləri İstismar İdarəsinin baş mühəndisi Bayramov Rahib Rafiqoğlu. Müəllim, bu bilirsiniz də biz bugün ona görə gəlmişik buradakı bu Aşıq Bayramlı bu su hövzəsi ilə bağlı danışırlar ki, güya ki burada balıq ovlanır, balıq saxlanılır və bütün bunlarda rəhbərliyi İsmailli Suvarma Sistemləri İdarəsinin rəhbərliyi eləyir. Biz də gəldik, əhalini danışdırdıq, bir-bir soruşturduq. Məlum oldu ki, yayılan məlumatlar şayədir, amma bütün hallarda sizin fikrinizi bilmək istəyirik. 1950-ci ildə yaranmış su anbarıdır. 5 kəndə xidmət edib. Ondan da əlavə Yekəxana su anbarının qidalanması da buradan təmin olunur. Burada deməli yay aylarında su var ki, düz güzgü səthindən kimi su tamamilə dolur. Qış aylarında isə ölü nöqtəyə düşür. Burada yəni balıq saxlamaq da heç bir məqsədə müvafiq deyil. Qaldı ki, idarənin üzərinə atmaq ki, idarə burada balıq saxlayır, balıq ovlayır, balıq. Bunlar tamamilə yanlış fikirlərdir, yalandır. Heç bir burada idarənin, nə rəhbərliyinin, heç birinin burada balıq saxlamaq, balıq ovlanmaq yoxdur. Yalandır, yalan məlumatlardır mənim. Yəni, bu əhaldən də soruşdunuz, əhalidə bildirdi ki, bunlar hamısı yalan, şantaj olan bir məsələlərdir. Burada bizi idarəlik heç bir şey yoxdur. Oldu, çox sağ olun, təşəkkürlər. Bir götür ətraflı
Özünü təqdim edin. Fərid İbrahimov Hüseynoğlu, İsmail rayon Talış kənd sakini. Burada Fərid bəy deyirlər ki, burada həmin bu Aşıq Bayramlı gölüdür də bura. Burada balıq saxlanılır, burada balıq yetişdirilir, balıq ovlanılır və həmin bu məsələyə də rəhbərliyi İsmailli Suvarma Sistemləri İdarəsinin rəhbərliyi edir. Həmin bununla bağlı biz bugün İsmailliyə gəldik. Onunla bağlı nə deyə bilərsiniz? Mənim bu eşitdiklərimiz hamısı şər böhtandır, yalan söhbətdir. Yəni belə şeylər yoxdur burada. Biz burada obyekt işləyirik. Biz səhərdən axşama kimi yəni burada oluruq. Gölün təmizlənməyidir. Hər bir şeyinə baxırıq. Əlimizdən gələni, yəni buraları səliqətli saxlayırıq. Turizm cəmaət gəlir burada istirahət edir. Yəni o dediyiniz şeylərdən heç birindən xəbərim yoxdur və elə şeylər də yoxdur. Oldu, sağ olun. Şimdi burada bəzi adamlar deyəcək ki, yəqin ki, burada deyəcəklər ki, biz orada getmişik, güya biz nəsə kimisə tərif etmişik, yalan yerə nəyinsə hesabına. Qoy desinlər, olsa biz öyrəşmişik belə bir şeyləri. Amma sizin nəzərinizə çatdırım ki, biz bu günləri, 6-cı günüdür, biz İsmailidə olduq, idarə işləmirdik, idarənin rəhbərini ümumiyyətlə tapa bilmədik, orada vətəndaşlardan sorğu keçirtdik, soruşturduq. Oranın baş mühəndisini bizə zorla tapdılar. O da bazar iş günü olmadığı üçün onu da bizimlə görüşə gəlməyə çətinlik yaratdı. Nəysə gəldi, onu da dindirdik gördüyünüz kimi danışdırdı. Cəmaatı da orada dindirdi. Demək belə bir şey ortaya çıxdı. Məlum oldu ki, demək həmin bu su hövzəsinin ətrafında obyektlər var. İmkanlı insanlar, bunların içində yüksək çinli məmurların da obyektləri var ki, həmin o su hövzəsinin ətrafında tikiblər, orada turizm kompleksi yaradıblar, orada milyonlar qazanırlar, indi bilmirik, dövləti onun nə qədər xeyri var, yoxdur, o biz deyə bilmərik. Amma həmin bu, o su hövzəsinin kənarında qanunsuz fəaliyyət göstərən tikillər ki var, obyektlər ki var, onların bir-biri ilə rəqabətinin nəticəsində belə bir respublikada ajitaj yaranıb həmin bu Aşıq Bayramlı su hövzəsi ilə bağlı. Yəni bunların bir-birini gözü götürmür, bir-birinə problem yaratmaq istədikləri üçün belə bir şeyə əl atıblar. Və nəticə etibarilə də hamısı da Dövlət Su Agentliyinin tabiçində olan İsmailli Suvarma Sistemləri İdarəsini qınaq predmetinə çeviriblər və onu şər böhtan atmaq istəyirlər ki, bunlar həmin bu hövzənin ətrafındakı obyektlərə gərək şərait yaratmasından çalışmağa. Bu obursunu çox üzr istəyirəm, ara dilində deyəcəm, mərdimazarçılığını eləmək istəyir. O obursunun mərdimazarçılığını eləmək istəyir və qınaq predmeti də adı çəkilən idarədir. Demək, əziz dostlar, əziz İsmaillər və həmin o Aşıq Bayramlı su hövzəsini tanıyan adamlar, indi orada yay aylarında insanlar gedirlər, istirahət edirlər, çox gözəl mənzərəli bir yerdir. Orada demək, obyektlər ictimai iaşə obyektləri, belə deyək, yəni kafe, restoran, çayxana, belə şeylər var orada. Düz suyun üstündədir demək olar ki. Təsəvvür edin ki, məsafə yoxdur. Mən 50 santimetrdə deyə bilmərəm. Ona görə ki, suyun üzərindədir, su hövzəsinin üzərindədir. Deyirlər ki, bu, demək, İsmailli Suvarma Sistemləri İdarəsi də bunlar haqqında tədbir görə bilmir. Çünki bunun əlində heç bir ixtiyar səlahiyyət yoxdur. Buna bələdiyyə deyir ki, mənim torpağımdır. Bələdiyyə. Axı bu 1950-ci ildə tikilmiş həmin o su hövzəsi İsmaillidə əkin sahələrinə suvarmaq üçün nəzərdə tutulub. Bunlar isə burada turizm kompleksləri, ictimai yaşa obyektləri tikiblər. Bu necə ola bilər bələdiyyənin olur? Axı burada mühafizə zolağı olmalıdır. 10 santimetr belə mühafizə zolağı yoxdur burada. Ona görə də burada böyük problemlər yaranır. Bələdiyyə deyir ki, İsmailli bələdiyyəsi bu torpaq mənimdir, vermişəm, mən deyək ki, hansısa ictimai yaşa obyekti işlədir, yaxşı yerə vermişəm. Meşə idarəsi deyir ki, bura mənim ərazimdir.
Və beləliklə burada bir necə deyərlər, anarxiya yaranıb. Anarxiya yaranıb və bütün bunların da hamısını mən görüşdüm orada əhali ilə də. Əhali də bizə dedi ki, bunun bütün hamısını həll edə bilər Dövlət Su Ehtiyatları Agentliyi. Yəni ancaq bunlar bu məsələni həll edə bilər. Yoxsa bu illərlədir ki, bu söz-söhbət gedir. İndi yay aylarına yaxınlaşdıqca bu söz-söhbətlə daha da dərinləşəcək. Çünki artıq orada işlər başlayacaq, pul qazanmalar başlayacaq. Bu buna maneçilik törətməyə çalışacaq, o buna maneçilik törətməyə çalışacaq. Ona görə də bununla bağlı mən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyinə buradan müraciət edirəm ki, bu məsələ ilə bağlı bir qərar qəbul edilsin. Biz də həm İnsan Haqları Müdafiə Təşkilatı olaraq, həm Qopuz Media Qrupu olaraq biz əlimizdən gələn bütün köməklikləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyə göstərməyə hazırıq və göstərəcəyik də. Əziz dostlar, bununla da bağlı mən çox güman edirəm ki, bundan sonra həmin bu Aşıq Bayramlı su hövzəsi ilə gedən yazılar, pozular, paylaşımlara son qoyulacaq. Artıq biz əziyyət də çəkirik. Bakıdan buradan durub ora getdik, o boyda işləri gördük. Həm soyuq, həm də ağır, çətin iş şəraitində, iş günü də yox. Yəni, bax, vəziyyət bu formada oldu və buna görə də bizə yaxından kömək göstərən insanların hər birisinə təşəkkürümüzü bildirir və mən bir daha təkrar edirəm, güman edirəm ki, bundan sonra Aşıq Bayramlı su hövzəsi ilə bağlı heç bir sosial şəbəkələrdə paylaşımlara rast gəlməyəcək. Çox sağ olun, Tanrı Azərbaycanı qorusun, Tanrı Türkü qorusun. Sizinlə Qopuz Media Qrupunun rəhbəri Azad İskəndərli idi.